Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərər çəkmiş şəxs Vüqar Məhərrəmov ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb. Vüqar Məhərrəmov ifadəsində Qazax rayonunun Bağanis Ayrım kəndinin sakini olduğunu, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər tərəfindən evlərinə hücum edildiyini bildirib. Gəlib evimizi dağıtdılar, sonra da yandırdılar. Erməni kişilər əhalini qətlə yetirib evlərindən qovduqdan sonra erməni qadınlar boş qalmış evlərimizə daxil olub talan edirdilər. Ardınca isə erməni kişilər talan olunmuş evləri yandırıb məhv edirdilər. Bütün mal-qaramızı yığıb apardılar. Atam bizi mal tövləsində gizlətmişdi. Tövləmizin aşağısında ot tayasının yanında yığılaraq əl çalıb əylənirdilər. Atam Alı Məmməd Məhərrəmovun yanmış meyitini səhəri gün ot tayasının altında tapdıq. Atamın sümüklərini yığıb kənddə dəfn etdik. Elə o vaxt kənddən çıxdıq deyə Vüqar Məhərrəmov qeyd edib. O, hücum edənlərin Semonun dəstəsi adlandırıldığını deyib. Gələnlər hərbi forma geyinmiş silahlılar idilər. Qadınlar isə mülki formada idilər. Evləri onlar talayırdı. Vüqar Məhərrəmov qətlə yetirilənlər arasında körpənin də olduğunu bildirib. Özləri ilə benzin maşını gətirmişdilər. Oradan benzin götürüb evlərin üstünə töküb yandırırdılar deyə o əlavə edib. Zərər çəkmiş Ramiz Adgözəlov da Bağanis Ayrım kəndinin sakini olduğunu deyib. O, 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsi Hafiz Adgözəlovun həyat yoldaşı Aliyə Adgözəlovanın və digər yaxınlarının ermənilər tərəfindən qətlə yetirilərək yandırıldığını bildirib. Zərər çəkmiş hadisənin baş verməsindən danışarkən deyib ki, kəndə xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar. O, həmin gün 6 kənd sakininin və bir polis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib. Qətlə yetirilmiş şəxslər arasında onun qaynatası, qaynanası və baldızı da olub. Zərər çəkmiş Aida Qurbanova isə 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilərin onun həyat yoldaşını, sahə müvəkkili, baş leytenant Zirəddin Əhmədovu yaraladıqlarını deyib. Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar Bağanis Ayrım kəndinin məhv edilməsi epizodu üzrə video materialları və fotomaterialları nümayiş etdiriblər. Yandırılmış meyitlərin video görüntüləri nümayiş olunanda zaldakı zərər çəkmişlərin bir qisminin halı pisləşdiyi üçün çölə çıxıb. Görüntüləri izləyən, təqsirləndirilən Arayik Arutunyan özünü güya kədərlənmiş kimi göstərib. Video materiallarda və fotomateriallarda məhkəmədə ifadə vermiş Ramiz Adgözəlovun 39 günlük oğlu Hafiz Adgözəlovun və həyat yoldaşı Aliyə Adgözəlovanın yandırılmış meyitlərinin görüntüləri də olub.